Herkese salam. Bugünkü videoda 16 Mart tarixində keçirilmiş OTK sınağının izahını paylaşacağım. Başlayaq sualların izahına. Birinci sual. ABC üçbucağının medianları O nöqtəsində kəsişir. BE medianın uzunluğu 12 olarsa, BO parçasının uzunluğunu tapın. Biz bilirik ki, üçbucağın medianları üçbucağın daxilində kəsişir və kəsişmə nöqtəsində təpədən başlayaraq 2/1 nisbətində bölünür. Onda biz BO məsafəsinə 2K, qalan məsafəyə K deyə bilərik. Və ümumilikdə bunun uzunluğu olur 3K. 3K bərabərdir 12-yə, K bərabər olur 4-ə. BO parçasının uzunluğu 2K idi. K-nı 4 tapmışdıq. Deməli, BO-nun uzunluğu olur 8. B variantı. İkinci sual. Sıfırdan fərqli X və Y həqiqi ədədləri üçün bu ifadələr doğru olarsa, təşriflərdən hansılar doğrudur? Bu ifadəyə baxaq. Biz bilirik ki, moduldan heç vaxt mənfi ədəd çıxa bilməz. Deməli, mənfi x sıfırdan böyük olmalıdır. Belə çıxır ki, x sıfırdan kiçikdir. Yəni, x mənfi ədəddir. Bu ifadədə isə modulda y elə y-in özünə bərabərdir. Deməli, y müsbət ədəd olub. İndi hansı təklifin doğru olduğuna baxaq. X, y kvadratı kiçikdir 0. Y-in müsbət olduğunu bilirik. Y-in kvadratı da həmişə müsbət olur. X isə mənfidir. Mənfini müsbətə vuranda mənfi alınır. Deməli, birinci ifadə doğrudur. İkinci ifadədə y müsbət, x mənfidir, kvadratı müsbət. Müsbət hasili müsbət eləyir. Deməli, ikinci də doğrudur. Üçüncü ifadədə y müsbət, x mənfidir. Bunların hasili mənfi eləyir, amma burada müsbət yazılıb. Deməli, bu doğru deyil. Cavab olur 1, 2, D variantı. Üçüncü sual. Bu tənliyi ilə verilmiş çevrənin radiusunu tapın. Çevrənin radiusunu tapmaq üçün ilk öncə tam kvadrata ayırmalıyıq. Bu ifadələri kvadrat şəklində yazaq. X çıx 3-ün kvadratı. X kvadratı çıx 6x üstəgəl 9. Mən bura 9 əlavə elədim. Bu ifadəni isə y üstəgəl 4-ün kvadratı şəklində yaza bilərik. Açanda y kvadrat üstəgəl 8y üstəgəl 16 alınır. Mən sol tərəfə ümumilikdə 25 əlavə elədim. Sağ tərəfə də 25 əlavə eləyirəm. Və çevrəmizin tənliyi bu şəkildə olur. Bilirik ki, bərabərlikdən sonra gələn ədəd radiusun kvadratına bərabər olur. Deməli, radius 5-ə bərabər olacaq. C variantı. Dördüncü sual. İfadənin qiymətini hesablayın. İlk öncə buradakı kökləri bir-birinə vurub, bunu daha sadə şəkildə yazaq. Kök altında 6 vur 5, 30-cu dərəcədən 125 çıxılsın 1. Böl, kök altında 3 vur, 4 vur 5. 60-cı dərəcədən kök altında 125, üstə gəlinsin 1. Bunu sadələşdirək. 125 5-in kubudur. Buradakı kubla buradakı 30-u biz ixtisar edə bilərik. Onda qalır 10-cu dərəcədən kök altında 5. Çıx 1. Aşağıda isə 5-in kubu ilə buradakı 60 ixtisar gedir. Qalır kökün altında 20-ci dərəcədən 5. Üstəgəl 1. İndi isə kəsri irrasionallıqdan azad etmək üçün qoşmaya vuraq. Məxrəcin qoşmasına vurduq. Surəti də eyni ədədə vurmalıyıq. Bunu hesablayaq. Məxrəcdə A üstəgəl B, A çıx B müxtəsər vurma düsturunu tətbiq edə biləcəyimiz bir ifadə yaranır. Onda 20-ci dərəcədən kök altında 5 kvadratı çıxılsın 1-in kvadratı kimi yaza bilərik. Yuxarıdakı ifadəni isə olduğu kimi yazaq. 10-cu dərəcədən kök altında 5 çıx 1, 20-ci dərəcədən kök altında 5 çıx 1. Bərabərdir. Aşağıda məxrəci hesablasaq, 10-cu dərəcədən kök altında 5 çıxılsın 1 qalır. Məxrəcdəki ifadə ilə surətdəki ifadə gedir. 20-ci dərəcədən kök altında 5 çıxılsın 1 qalır. Şərtdə isə üstəgəl 1 ifadəsi də var idi. Bunun üstünə 1 gəlsək, cavab olacaq 20-ci dərəcədən kök altında 5. Cavab C variantı.
35-ci sual. A ilə B-nin birləşməsindəki ədədlərin sayını soruşur. A ilə B-ndəki ədədləri birləşdirmək üçün A çoxluğunda olan ədədləri B çoxluğundan silək. A-da 3 var, B-də də var. A-da 4 var, B-də də var. Qalan ədədlər isə təkdir. Deməli, bunların birləşməsindəki elementlərin sayı 1, 2, 3, 4, 5, 6 dənə olacaq. Cavab D variantı. 36-cı sual. N-i tapmaq tələb olunur. N üstəgəl 1 və N üstəgəl 2 ardıcıl ədədlərdir. Çünki bunların fərqi 1-ə bərabərdir. Və biz də bilirik ki, ardıcıl ədədlərin əkobu onların hansına bərabərdir. Onda ümumilikdə bu ifadəni bu şəkildə yaza bilərik. Digər tərəfdən N üstəgəl 3 və N üstəgəl 4 ardıcıl ədədlərdir. Onların əbobu isə 1-ə bərabərdir. Onda bu ifadəni də 1 şəklində yaza bilərik. Kvadrat ənliyi alınır. N kvadratı üstəgəl 2N üstəgəl N üstəgəl 2 bərabərdir 56-ya. N kvadratı üstəgəl 3N çıxılsın 54 bərabərdir 0. N bərabərdir -9, N bərabərdir 6. N natural ədəddir, mənfi ədəd ola bilməz. Cavab olur 6. C variantı. 37-ci sual. Çoxhədlini vuruqlara ayırmaq tələb olunur. Bu çoxhədlidə ortaq vuruq olaraq x-i mötərizə xaricinə çıxardaq. X 36 çıxılsın x-in kvadratı. X-i saxlayırıq. 36 6-nın kvadratıdır və buradan görürük ki, a kvadratı çıxılsın b kvadratı şəklində yazmaq olar. Müxtəsər vurma düsturundan istifadə edib bu ifadəni sadələşdirək. 6 çıxılsın x, 6 üstəgəl x. Cavab Y variantı. 38-ci sual. A bölü B nisbəti 1/4 olarsa, A ədədi A üstəgəl B cəminin neçə faizini təşkil edir? A-ya 1K, B-yə 4K deyə bilərik. A bərabərdir K, B bərabərdir 4K şəklində yazaq. A ədədinin A üstəgəl B ədədinin neçə faizini təşkil etdiyini tapmaq üçün bu nisbəti hesablayıb 100-ə vurmaq lazımdır. A-nın yerinə K, A üstəgəl B-nin yerinə isə K üstəgəl 4K, 5K yazırıq. Vurulsun 100. Cavab olur 5-də 1 vurulsun 100, 20%. C variantı. 39-cu sual. Bərabərsizliyin tam həllərinin sayını tapın. Bu bərabərsizliyi hesablamaq üçün ilk öncə vuruqlara ayırmaq lazımdır. Hasili 45 cəmi 14 edən ədədlər 9 və 5-dir. Vuruqlara ayrılmış formada yazaq. X çıx 9, X çıx 5. Kiçik bərabərdir 0. İntervallar üsulu ilə kökləri qeyd edək. Bu aralıqdan 10 qoysaq ifadə müsbət. Bu aralıqdan 6 qoysaq mənfi. Buradan 0 qoysaq müsbət alınır. Bizə mənfi aralıq lazımdır. Deməli cavab olur 5-9 aralığı. Tam həllərin sayını soruşur. 5, 6, 7, 8, 9. Deməli 5 dənə tam həlli var. 40-cı sual. Bir zəri 2 dəfə atdıqda birinci dəfə 4, ikinci dəfə sadə ədədin düşmə hadisəsinin ehtimalını tapın. Bir zəri birinci dəfə atanda mümkün halların sayı 6-dır. 4 düşmə hadisəsinin əlverişli hallarının sayı isə 1-ə bərabərdir. İkinci dəfə atanda yenə mümkün halların sayı 6, əlverişli halların sayı isə sadə ədədlərin sayına bərabərdir. Yəni 2, 3 və 5. 6-dan kiçik sadə ədədlər sayı 3-dür. Hadisənin ehtimalını tapmaq üçün isə bu ehtimalları ayrı-ayrılıqda vurmaq lazımdır. Cavab olur 12-də 1 C variantı. 41-ci sual. 8-də 3 kəsrini onluq kəsr şəklində göstərin. Bunun üçün 8-i 2-nin kubu şəklində yazaq. Hər hansı bir adi kəsri onluq kəsr şəklini göstərmək üçün məxrəcində 2 və 5 rəqəmləri olmalıdır. Bunu da onluq kəsrə tamamlamaq üçün 5-in kubuna vura bilərik. Hesablayaq. 3 vurulsun 125 və 2 vur 5, onun kubu 1000. Cavab olur 1000-də 375.
Y variantı. 42-ci sual. Kəsiri ixtisar edin. X-ə kök altında x-in kvadratı kimi, 4-ə isə 2-nin kvadratı kimi baxaq. Onda bu iki ifadənin fərqini müxtəsər vurma düsturuna görə aça bilərik. Kök altında x çıx 2, kök altında x üstəgəl 2 bölünsün, kök altında x çıxılsın 2. Bunlar ixtisar gedir, qalır kök altında x üstəgəl 2. A variantı. 43-cü sual. Kökləri x1 və x2 olan tənliyi üçün bu ifadə doğru olarsa m-i tapın. Gəlin bu ifadənin hər tərəfini kvadrata yüksəldək. Çünki kökdən azad etmək lazımdır. Onda x2 bölünsün x1 üstəgəl 2 vurulsun kök altında x2 böl x1 vur x1 böl x2 üstəgəlinsin ikincinin kvadratı bərabərdir 16-ya. Bunlar ixtisar olacaq və 2-ni sağ tərəfə keçirsək x2 bölünsün x1 üstəgəl x1 böl x2 bərabər olur 14-ə. Ortaq məxrəcə gətirək. x2-nin kvadratı üstəgəl x1-in kvadratı bölünsün x1 x2 14. Onda x1-in kvadratı üstəgəl x2-nin kvadratı bərabərdir 14 vurulsun 9. Cavab olur 126. Bu ifadəni isə köməkçi müxtəsər vurma düsturunun köməyi ilə açaq. x1 üstəgəl x2-nin kvadratı çıxılsın 2x1 x2 bərabərdir 126. x1 üstəgəl x2-nin kvadratı bərabərdir 126 üstəgəlinsin 2 vur 9 18. x1 üstəgəl x2-nin kvadratı bərabərdir 144. Onda x1 üstəgəl x2 bərabərdir müsbət mənfi 12. Cavab olur A variantı. 44-cü sual. Həcmi 64 olan kubun bir üzünün diaqonalını tapın. Kubun həcmi A kubu düsturu ilə hesablanır. Bu bərabərdir 64-ə. Onda kubun tili olur 4. Bilir ki, kubun üzü kvadratdır. Tili 4 olarsa bir üzünün diaqonalı 4 kökdə 2 olacaq. Hündürlükləri 3 və 4 olan paralelogramın kiçik tərəfi 9 olarsa, böyük tərəfinin uzunluğunu tapın. Sahə düsturundan istifadə etməliyik. S bərabərdir A vurulsun HA. Bu tapşırıqda onu bilməliyik ki, paralelogramın kiçik tərəfinə böyük hündürlük çəkilir. Kiçik tərəfi 9-dur, böyük hündürlüyü 4. Onda kiçik hündürlüyü 3, böyük tərəfi x olur. Buradan da x bərabərdir 12. Cavab C variantı. 46-cı sual. A üstəgəl B cəmini tapın. Bunu 10A üstəgəl B şəklində açaq. Məxrəci isə 10B üstəgəl A şəklində açaq. Bu bərabər olur 5 böl 17. Çarpaz vuraq. 170A üstəgəl 17B bərabərdir 50B üstəgəl 5A-ya. 170A çıx 5A. 165A bərabərdir 33B-yə. Hər tərəfi 33-ə bölsək 5A B-yə bərabər olur. B bərabərdir 5A ifadəsini tapdıq. A-nın yerinə 1 qoysaq, B 5-ə bərabər olacaq. A-nın yerinə 2 qoysaq, B 10 olacaq. Amma B 10 ola bilməz, çünki 10 olanda artıq 2 rəqəmli ədəd olur və bizdə A və B sadəcə rəqəm ola bilər. Deməli, A və B-nin ala biləcəyi yeganə qiymət 1 və 5-dir. A üstəgəl B cəmi isə 1 üstəgəl 5 6-ya bərabər olur. İki düz xəttin kəsişməsindən alınan bucaqlardan ikisinin cəmi 220 olarsa, bu bucaqlara qonşu olan bucağın dərəcə ölçüsünü tapın. İki düz xətt kəsişir. Əgər bu bucaqlar qonşu bucaqlardırsa, cəmi 180-dir. Qarşılıqlı bucaqlardırsa, cəmi 180-ə bərabər deyil. Şərtdə görürük ki, cəmi 180-ə bərabər deyil. Deməli, bu bucaqlar qarşılıqlı bucaqlardır.
Qarşılıqlı bucaqlar isə bərabərdir. 2 alfa 220 isə alfa 110-a bərabər olur. Burada 110-dur, burada 110-dur. Və bu bucaqlara qonşu olan bucağın dərəcə ölçüsünü soruşur. Bu bucaqlara qonşu olan bucağın dərəcə ölçüsü 70-dir. Çünki qonşu bucaqların cəmi 180-dir. Bir bucaq 110 olarsa, o birisi 70 olacaq. 48-ci sual. Diaqonalları kök altında 41 və kök altında 59 olan rombun perimetrini tapın. Rombun diaqonalları ilə onun tərəfləri arasında belə bir münasibət var. D1-in kvadratı üstəgəl D2-nin kvadratı bərabərdir 4A kvadratına. Diaqonal 1 kök altında 41-dir, kvadratı 41 olur. Diaqonal 2 kök altında 59-dur, kvadratı 59 olur. Bu bərabərdir 4A-nın kvadratına. 4A-nın kvadratı bərabərdir 100-ə, A kvadratı bərabərdir 25, A bərabərdir 5 olur. Rombun perimetrini soruşur. P bərabərdir 4A-ya, yəni 4 vur 5, 20. 49-cu sual. Bir hərlinin dərəcəsini tapın. Bir hərlinin dərəcəsini tapmaq üçün bütün dəyişənlərin üstlərini toplamaq lazımdır. 2 üstəgəl 3 üstəgəl 4 cavab olur 9. Tənliklər sistemindən x üstəgəl y cəmini tapın. Yuxarıdakı bərabərliyi müxtəsər vurma düsturunun köməyi ilə vuruqlara ayıraq. 5x çıx 3y 5x üstəgəl 3y bərabərdir 19. Çünki 5x-in kvadratı 25x kvadratına bərabərdir. 3y-in kvadratı isə 9y kvadratına bərabər olur. Aşağıdakı bərabərlikdə isə görürük 5x çıx 3y 1-ə bərabərdir. Deməli biz bura 1 yazsaq 5x üstəgəl 3y-in qiyməti olacaq 19. Yenidən bir tənliklər sistemi yazaq. 5x çıxılsın 3y 1-ə bərabər olduğunu bilirdik. Bunu həll eləyək. Tərəf-tərəfə toplasaq 3y-lər islah olunacaq. 10x bərabərdir 20-yə, x bərabərdir 2 olur. 3y bərabərdir 19 çıxılsın 5x, yəni 5 vur 2 10. 3y bərabərdir 9, y də bərabərdir 3 olur. X üstəgəl y cəmi 2 üstəgəl 3 bərabərdir 5 olur. 51-ci sual. Yolun gedilən hissəsinin qalan hissəsinə nisbəti 5/7-dir. Əlavə 6 kilometr yol gedildikdə bu nisbət 7/5 kimi olar. Yolun ümumi uzunluğunu tapın. Yolun gedilən hissəsi 5K olsun, qalan hissəsi isə 7K olsun. Əgər əlavə 6 kilometr yol gedilərsə, gedilən yolun üzərinə 6 gəlib, qalan yoldan 6 çıxmalıyıq və bu nisbət 7 bölünsün 5-ə bərabər olur. Tənasüb kimi vurub həll eləyək. 5 vurulsun 5K. 25K üstəgəl 30 bərabərdir 49K çıxılsın 42. 24K bərabərdir 72-yə, onda K bərabər olur 3-ə. Yolun ümumi uzunluğu 5K üstəgəl 7K-ya bərabərdir, yəni 12K-ya. K-nı 3 tapmışıqsa, yolun ümumi uzunluğu 12 vurulsun 3, 36 olacaq. 52-ci sual. Mərkəzi O1 nöqtəsində olan çevrə, mərkəzi O2 nöqtəsində və radiusu 8 olan çevrəyə daxildən toxunaraq O2 nöqtəsindən keçir. A nöqtəsindən böyük çevrəyə çəkilən toxunanlar arasındakı bucaq 60 dərəcədir. AB toxunanının uzunluğunu tapın. Mərkəzi O2 olan çevrənin radiusu 8-dir. Yəni, bura 8-dir. A nöqtəsindən çəkilən toxunanlar arasındakı bucaq 60-dır. Kiçik çevrə böyük çevrənin mərkəzindən keçir. Deməli, kiçik çevrənin 2R radiusu böyük çevrənin radiusuna bərabərdir. Belə çıxır ki, kiçik çevrənin radiusu 4 olub. Böyük çevrənin mərkəzindən toxunana bir xətt çəkək. 90 dərəcə olur, çünki radius toxunana toxunma nöqtəsində perpendikulardır. Bura olur 8. A nöqtəsi ilə böyük çevrənin mərkəzini birləşdirsək, bu bucaq olacaq 30 dərəcə. Çünki tənböləndir. 30 dərəcəli bucaq qarşısına duran katet hipotenuzun yarısına bərabərdir. Onda AO2 məsafəsi 16-ya bərabər olacaq. Kiçik çevrənin radiusu 4-dür.
Bura və bura 4-dür. Ümumilikdə AO2 məsafəsi 16-ya bərabərdirsə, onda AO1 məsafəsi 16 çıxılsın 4, 12-yə bərabər olacaq. Daha sonra kiçik çevrənin radiusu ilə toxunanı birləşdiririk. Yenə bura 90 dərəcə olur. Kiçik çevrənin radiusunu bura 4 qeyd eləsək, onda AB məsafəsini belə tapa bilərik. 4-ün kvadratı üstəgəl AB-nin kvadratı bərabərdir 12-nin kvadratına. 4-ün kvadratı 16 üstəgəl AB-nin kvadratı bərabərdir 144. AB-nin kvadratı bərabərdir 128. Onda AB bərabərdir kök altında 128. Kök altında 128, 2 vurulsun 64'tür. 64 kökdən çıxır, qalır 8 kök altında 2. AB məsafəsi 8 kök altında 2 olur. 53-cü sual. ABC düzbucaqlı üçbucağında DY SB-yə paraleldir. AD bölü D isə 3 bölü 4'dür. Bura 3K, bura 4K'dır. AB 21'dir. BY parçasının uzunluğunu soruşur. Buranı soruşur. Ümumilikdə AB 21'dir. DY ilə SB tərəfi paraleldir. Bura bir alfa olsun. Paraleldirsə, bura 90'dırsa, burada 90 olur. Və buradan görünür ki, 2 dənə düzbucaqlı üçbucağa əmələ gəlir və bu düzbucaqlı üçbucaqlar da oxşardır. Çünki bunların 3 dənə bucağı 3-ü də bərabərdir. Həm ADY üçbucağının, həm də ABC üçbucağının bucaqları bərabərdir. Alfa, beta və 90 dərəcə. Burada oxşarlıqdan istifadə etmək olar. 3 bölünsün 7 bərabərdir. AY bölünsün ümumilikdə AB. Yazaq. 3K bölünsün. Bura ümumilikdə uzunluğu olur 7K. Bərabərdir. AY bölünsün. Ümumilikdə AB'nin uzunluğu 21. Onda AY bərabər olur 9'a. AY 9'dur. AB 21'dirsə, onda BY'nin uzunluğu olacaq 12. 54-cü sual. Eni uzunluğundan 2 dəfə kiçik olan düzbucaqlının uzunluğunu 20% artırıb, enini dəyişmədikdə sahəsi 10 kvadrat metr artarsa, əvvəl verilmiş düzbucaqlının uzunluğunu tapın. Düzbucaqlı təsvir eləyək. Eni uzunluğundan 2 dəfə kiçikdir. Eni x, uzunluğu olsun 2x. Düzbucaqlının əvvəlki sahəsi 2x vurulsun x, yəni 2x'in kvadratıdır. Daha sonra düzbucaqlının uzunluğunu 20% artırırlar. Əvvəl 2x idi, indi 2x üstə gəlinsin 2x'in 20%. Bu olur 2,4x. Enini dəyişmirlər, eni x olaraq qalır. Bu S1 idi, onda S2 bərabərdir 2,4x vurulsun x. 2,4x'in kvadratı. Sahə 10 kvadrat metr dəyişir. S2 çıxılsın S1 bərabərdir 2,4x kvadratı çıxılsın 2x kvadratı bərabərdir 0,4x'in kvadratı. Və bu da 10'a bərabər olur. Hər tərəfi 10'a vursaq, x kvadratı bərabərdir 100 bölü 4, 25, x bərabər olur 5'ə. Düzbucaqlının, əvvəl verilmiş düzbucaqlının uzunluğunu tapın. Əlli sual. Funksiyanın qrafiki ordinat oxunu 0,6 nöqtəsində kəsir. T2N nöqtəsi parabolanın simmetri oxu üzərində yerləşərsə, N-i tapın. X-i yerine 0 yazsaq, onda funksiyanın qiyməti 6'ya bərabər olur. X-i yerine 0 yazsaq, Y C-yə bərabər olur. Şərtdə də görürük ki, 6'ya bərabərdir. T2N nöqtəsi parabolanın simmetri oxu üzərindədir. Parabolanın simmetri oxunun düsturu n bərabərdir, mənfi b bölünsün 2a-dır. Və bu 2'yə bərabərdir.
Onda buradan b bərabər olur -4a-ya. A-nın 1 olduğunu bilirik. B olur -4. Gəlin bu funksiyanı dəyişənləri yerinə qoymaqla yenidən yazaq. Y bərabərdir x kvadratı çıxılsın 4x üstəgəl 6. Bizdən n-i tapmaq tələb olunur. Əgər x-in yerinə 2 qoysaq, n-i taparıq. N bərabərdir 2-nin kvadratı çıx 4 vur 2 üstəgəl 6. Cavab olur 2.